TVdə hicabla bağlı müzakirə aparılıb və məktəbli forması ilə bağlı nə dərəcədə ziddiyyət təşkil edir və bu icazəlidir yoxsa yox, bu barədə söhbət olub. Məktəbli formasını şagirdlərə təbliğ edərkən, burada sosial bərabərliyi ilk növbədə təlqin etmək istəyirik. Ki, hər bir şagird biri digərindən üstün olduğunu, geyiminlə və ya da digər davranışlarla təqdim edə bilməsin. Qonaqlardan biri qeyd edib ki, əgər kimsə deməyindən belə çıxıb hicabda gələrsə, bu artıq sosial bərabərsizlikdir, biri digərindən fərqlənmək deməkdir. Məktəblilər arasında bu fərqlilikdir. Əzizim, əsl fərqliliyi bilirsiniz nədir? Hansısa şagird iPhone 17 son modellə gəlir dərsə, əlində. Hansısa şagird valideyni heç ona düyməli telefon da ala bilmir. Bax, bu da əsl bərabərsizlik. Əsl sosial bərabərsizliyi bilirsiniz nədir? Hansısa uşaq basa-basta avtobusla gəlir, hansısa uşağı şəxsi sürücüsü gətirir. Bax, bu da əsl bərabərsizlik. Əsl bərabərsizlik budur ki, hansısa uşaq tənəffüsdə, yayda necə, hansı ölkədə istirahət etdiyindən danışır. Amma digəri isə danışmağa bir sözü yoxdur. Çünki olduğu yerdən kənara çıxa bilməyib. Bax, bu da əsl bərabərsizlik. Şagirdlərin ümumi məsələyə yanaşmaları, kimsə dini etiqad azadlığı var, kimsə hansısa dinə inanır və yaxud da hansısa ideologiyaya inanır, bunu təhsil müəssisəsinə gətirib və burada təbliğ etmək doğru deyil. Mən hələ indiyənə qədər heç bir hicablı uşaq haqqında eşitməmişəm ki, mənim də övladlarım orta məktəbdə oxuyur. Kimsə gəlib sinifdə bunun təbliğatını aparıb və deyib ki, mən sizdən daha yaxşıyam, sizsə daha pissiz. Bu qədər yalan niyə danışırsınız? Çünki bizdə dini etiqad azadlığı haqqında Cümhuriyyət qanunu tələb edir ki, əgər bizim dini etiqadımız kimisə sağlamlığına, mənəviyyatına ümumi təhlükə yaradırsa, təbii ki, biz dini etiqad azadlığına qadağa qoya bilərik. Hansı hicablı bir uşağın davranışı kiminsə sağlamlığına, kiminsə mənəviyyatına o dərəcədə təsir göstərə bilər ki, bu şəxs bu sözləri desin və yaxud da əlinizdə konkret olaraq president bir fakt varmı? Yəni, valla mən söz tapmıram. Mən aparacağım, amma söz tapmıram. Sözlərimi ifadə edeyim ki, bu necə bir yanaşmadır. Davam edeyim. Burada müxtəlif dinlərdən söhbət gedir. Kimsə xristiyan dini mənsub ola bilər, kimsə buddizm istiqamətinə yönələ bilər, kimsə nə bilim, budizm istiqamətinə. Yəni, bu şəxslər o demək deyil ki, hər kəsən öz dini mənsubiyyətini təhsil məsələsini gətirməlidir. Dini azadlığı və dini mənsubiyyəti olan uşaqlar nə etməlidir? Evdə olanda deməlidir ki, mən dindəyəm, dərsə gələndə deməlidir ki, mən ateistəm. Bu nə məntiqdir, bu nə düşüncədir? Yəni, bir danışanda fikirləşmirsiniz, siz nə danışırsınız? Təhsil müəssisəsində əgər şagirdlərdən vahid məktəbli geyim formasını tələb ediriksə, bu o deməkdir ki, burada dini etiqadı olanda, olmayanda hər kəs ümumi qanunvericiliyin tələbinə uyğun olaraq vahid geyim formasından istifadə etməlidir. Bəli, bu mənada mən bu fikirlə razıyam ki, bütün uşaqlar vahid formadan, təsdiq olunmuş formadan istifadə etməlidir və edirlər də. Fəqət, əgər bu vahid formadan şagird istifadə edirsə, bir president götürək, tutalım eynək də taxıbsa, bu o deməkdir ki, vahid formadan artıq kənara çıxdı? Təbii ki, yox. Və yaxud da vahid forma, üst geyimi və donu varsa, qaydalara uyğundursa, rəiyyət olunubsa, başında bir örpəyi varsa, bu o deməkdir ki, artıq bu qaydaları pozdu, bu qaydalardan çıxdı. Valideynlər erkən yaşda övladlarını hər hansı bir dini istiqamətə yönləndirməsinlər. Düşünürəm ki, bu da olduqca vacib qərardır. Çünki biz nəyi adətən müşahidə edirik? Valideynlər övladlarını özləri kimi belə deyim, yetişdirmək, böyütmək istəyirlər. Təbii ki, hər bir valideyn özünün doğru bildiyi məsələlərin, etiqadın, davranışın, tərbiyənin, ədəbin, əxlaqın üzərindədir. Əgər kimsə imanlıdırsa, mömindirsə, evladının da mömin olmasını istəyirsə və onun bu dünyada da, axirətdə də xoşbəxt olmasını istəyirsə, təbii ki, bunun üçün çalışacaq və bu istiqamətdə evladını tərbiyələndirəcək. Evlad ailəsinin güzgüsüdür. Əgər evlad anasını başqa bir yolun yolcusu görürsə, onun üçün nümunə olacaq. Başqa bir geyimdə, başqa bir biçimdə görürsə, onun üçün nümunə olacaq. Siz bunu istəsəz də, istəməsəz də hər bir evlad öz ailəsinin davamçısıdır. Hər bir evlad öz valideynlərini necə görübsə, öz davranışını da elə sərgiləyəcək.
ədəbli ədəbli, ədəbsiz ədəbsiz kimi. Və biz bunu məktəblərdə təbii ki, görürük. Məyər insanın ədəb çərçivəsində olmasına, əxlaq çərçivəsində olmasına, pis söz söyləməməsinə, abırlı geyinməsinə səsləyən bizim gözəl dinimiz və bu dində də olan uşaqlarımız məktəbdə hansı bir pis davranışa, hansı bir pis əxlaqa, pis rəftara, negativ bir feilə səbəb ola bilər ki, bu insanlar bu qədər bundan narahatdır. Allah bizi islah etsin. Halbuki həmin şəxsi biz şəxsiyyət kimi formalaşdırmalıyıq və Məyər məktəblinin hicabda olması onun şəxsiyyət kimi formalaşmasına mane mi olur? Ha vaxtdan belə bir qayda var. Ha vaxtdan belə bir yanaşma var. təhsil müəssisəsinə elə şagirdlər gəlir ki, valideynin hökmü ilə, valideynin təzyiqi ilə həmin şagird hansısa dini elementləri üzərində daşır. Burada valideyn əgər hər hansı bir dini mənsubiyyəti varsa və yaxud da ideoloji mənsubiyyəti varsa, bunun istiqamətində övladını tərbiyə etmək istəyirsə, bu təhsildən kənar, yəni ailə daxili, ətraf daxilində baş verməlidir. Həmin situasiyanı təhsil müəssisəsinə daşımamalıdır valideyn. Zaten onsuz da təhsili siz verirsiniz və təhsilə cavabdeh məhsul da sizsiniz, möhtərəm qonaq. Valideyn gəlib dərsdə, auditoriyada, sinifdə hər hansı bir təbliğatı aparmır ki. Və bu məsuliyyət birbaşa sizin üzərinizdədir və elə bir bu vəziyyət bəzi hallarda bərbad vəziyyətdədir ki, hətta bəzi valideynlər, mən bir valideyn kimi bunu sizə deyim, 2-ci sinifdən, 3-cü sinifdən belə repetitor tutmaq məcburiyyətindədir. Bundan xəbəriniz varmı? Gələcək genofondumuz üçün təhlükə budur. Məktəblərdə düzgün proqram təhsil sistemi tətbiq olunmalıdır, dərs keçilməlidir. Bu qədər təhsildə problemlər qala-qala siz hicabı qabardıb niyə müzakirə predmetinə çevirirsiniz? Məyər uşaq hər gün səhər saat 8-də məktəbə öz xoşu ilə mı gedir? 6-7 dərsi öz xoşu ilə mı oturur? Yoxsa biz sistem olaraq onu məcbur edirik? Deməli, bu da məcburiyyətdir. Nə üçün məcbur edirik? Gələcəkdə yaxşı vətəndaş olsun, elmli, təhsilli olsun deyə. Və bunun da yanında insanın imanlı olmasının nə ziyanı var, nə zərəri var, nə təhlükəsi var?